Yayda çay içmək istəyirsənsə, qaqaş, nə lazımdır? Ya dəniz qırağında oturmalısan, dəniz kənarında çay içməlisən, biz Azərbaycanlıyıq axı. Ya da ki, gəlməlisən buz kimi obyektə, üşüyəndə bir dənə çay içirsən ki, tərləməyəsən. Bir dənə təzə obyekti, yeni açılır. Bir dənə çək buranı. Mənim ən çox diqqətimi çəkən birinci növbədə Səliqə Səhman oldu. İkinci də ki, zallarda da onu qeyd edirəm, burada da qeyd edəcəm. Oturursan çay içməyə, zarətqan azdır. Adaptırı çıxartdın, taxtın bura qoşdun, işləri başırtdın. Bu bir özəlliyi. İndi deyəcəksiniz ki, mənim, bax, burada başqa nə özəlliyi var? Gəl bax, gəl bax. Burada deməli adlarını bilməsəm də indi həmən obyektin gəlsin mənə kömək eləyəcək. Burada interesli çay. Mənim üçün bu çaydan düzəltdilər. Adı nədir? Puer çaydır, Red Bull, qırmızı öküz. Puer, Red Bull, qırmızı öküz. Mənim izləyicilərim mənim səmimiyyətimə inanırlar. Ünvan 17-ci mikrorayondur. 17 uşaqlar, lap Sumqayıt uşaqlar var, gələ bilərsən, var körpüsündə gəlsən. Bizim zalım düz yanı, Bol Martın böyrü. 21-ci mikrorayon. Bax, bir dənə çay, bir dənə içəcək, görün necə. Sən içmirsən də, bura birinci özümə susadın. Mənə maraqlıdır ki, bu çay necə çaydır. Bunun özəlliyi nədir? Bu, Ruslarda Badriyaşi Svoystva bilirlər. Badriyaşi Svoystva, bilmirəm nədir. Yəni belə... Nə olub bura? Əmr düşsün. Düşsün, niyə düşmür ki? Enerji vermə xüsusiyyəti kofedən 30 dəfə yüksəkdir. Kofedən, qəhvədən, yəni acı kofedən 30 dəfə yüksəkdir bunun enerji verməyi. Və asılıq da yaratmır. Kafein deyil də, tein, LTN'lik. Bəli, bu tanik neçədir? 10 manat. Bunun taniki 10 manatdır. 7 manata da belə interesli çaylar var. Belə maraqlı adlarını bilmirəm. Orada da bax, qeyri-adi çaylardan hamısı. 3 manatdan başlayır. 3 manata da adi çaydır. Yəni, çayı nə içirlər? Məsələn, sincabla, kişmişlə, xurma ilə. Uşaqlar, bu çayı mən ləzzətini içmək istəyirəm. Yəni, birinci növbədə obyektə girsən, buz kimi. İkinci növbədə, gəl bura. Sizin maraqlısı seçəcək şey var burada nədir? Gəl. Baba, görün qardaş fıstə nə göstərir? PlayStation. Gəlirsən kabinetə, konsoleri qoşsan olur buz kimi. Oturursan PlayStation oynayırsan. PlayStation 3'dür də bu. Zaten əksər adamlar 3 oynayır. Gəl. Gəl. Bunu da deməliyəm sizə. Bu nədir? Domino, şotka, 101, nə bilim, telefon əvəzkarları. Gəl bura, bu nədir bir dənə çək? Nerede oynaya bilirsən qardaşım? Səninlə mütləq oynayacağım bir dəfə. Mən özüm yaxşı oynamasam da. Nerede bax bir dənə? Altında zadında o şey olur, belə sürüşmür zat bax. Vurdum bax, gördün bax, dağıp getdi. Fikir versən, oturdu. Yəni bu zalda yoxdur. Kvas da var. Onu da nəzərinizə çatdırım. Kvasla verirlər chipsləri. Sonra gəl bura. Wi-Fi-miz da ki, yüksək səviyyədə, yəqin ki. Qoşulmamışam bilmirəm. Qəlyanımız da var, uşaqlar. Gəlin bura. Ola bilər ki, məsəl üçün çay istəmirsən. Gəlmirsən sərin yeri, sərin içki istəyirsən. Qazlı sular, nə bilim, füsti, kola, fanta, nə bilim, banısını deyirsiniz. Hər cürəsi var. Bu çaylar haqqında da ayrı-ayrı videolarda siz üçün danışacağım. Obyekt 21-ci mikrorayondadır. İdeal obyektdir. Xoşuma gəldi deyə istədim ki, siz də biləsiniz. Gəlin, xoşunuza gəlməsə, mesaj qutuma yazarsınız ki, müəllim, mən buranı bəyənmədim. O nə idi? Problem yoxdur. Mən gələcəm şəxsən özüm rəhbərlə danışdım ki, gəliblər narazı gedirlər. Amma inanmıram elə bir şey olar. Divanlar da hamısı təp-təzə. Nə bilim, stola baxın bir dənə, o meyvə şəkli zadı olan linonim zad qoyurlar. Görürsünüz, elə söhbətlər yoxdur. Oturursan, rahat istirahət verirsən. Televizorumuz da oradadır. Bir dənə mahnı deyirsən ki, qardaşım, filan mahnını qoş. Hərzin oturursan, istirahəti verirsən. İkinci mərtəbədəki, onu deyim, havalandırma, onu da demək lazımdır. Havalandırmamız da yüksək səviyyədə. Yəni üstümüzdə zırh paketi gəlməyəcək. Video uzun oldu. Qısa videolara çəkəcəm, bütün özəlliklərini deyəcəm. Yolunuzu gözləyirik. Qəşəng obyekti, geniş, rahat. Gəlin, istirahət edin. 10.05'ə qoy bir dənə belə opşitsəç qoy görsünlər.
özəlliyi, obyekt buz kimidir. Zalımızın böyründədir. Gəldin, telefonda işini aşırtdın, danışdın, neynədin, çaylı içdin, kofe içdin, çıxdın, getdin. Maçı.